Bilirsiniz, bəzi kişilərin o xasiyyətini deyimmi, xarakterini deyimmi, biruzə verirlər də. Bilirsiniz, fərqli kişilər var da bu həyatda. Gözü tox və gözü ac kişilər. Amma Aygün Kazımovya, Azərbaycan Respublikasının Xalq Artisti Aygün Kazımovya'ya yaxınlaşan bu kişiyə heç mən acı gözü ac kişi də deyə bilmərəm. Normal geyinib, kostyumu, səliqəli. Bilmirəm, bu nədən birdən-birə belə səhnəyə çıxdı. Yəqin ki, o belə idi də, saksafon çalan, müdaxilə etməsəydi, nələrsə baş verə bilərdi səhnədə. Namiq də çox laqeyd, soyuqqanlı, Namiq Qaraçuxurlu. Azından səhnədəsiz, bir səhnə bölüşürsünüz, duet ortağınızdır, heç bir reaksiya vermədiniz. Elə bil heç vaxt o xanımı görməmsiniz. Bax, yenə də deyirəm, bizim kişilər niyə belədir? Demək, o müğənnidir, mən onu hər şey edə bilərəm. Elə aparıb evimdə yataq otağına da soxa bilərəm. Ay, kişilər etməyin də bunu. Bax, biz danışanda deyirik Azərbaycanlıyıq, mental dəyərlərimiz, nə bilim, duyğularımız, hisslərimiz, nə bilim, nələrimiz. Yazıq Aygün Kazımova. Mən onun yerinə, inanın ki, qorxdum. O saksofon çalan idi. O olmasaydı, Aygün səhnədən oğurlanmışdı. Bu qədər. Sara Səfra Bahadurdan. Namiq, çox soyuqqanlıydınız, laqeyd idiniz. Azından duet ortağı kimi orada münasibət bildirməliydiniz.